Bugün fizikadan maraqlı məsələnin həllinə baxacağıq. Bu məsələni fizikadan Olimpiada məsələləri kitabından götürmüşəm. Məsələdə bizə deyilir ki, universitetdə təşkil olunan bir tədbirdə əvvəlcədən gözləniləndən daha çox qonaq iştirak etmişdi. Qonaqlara çay təqdim olunması üçün 3 tələbə təyin edilmişdi. Lakin istifadə olunan çaydanın tutumu kiçikdir və suyun qaynama müddəti 6 dəqiqə təşkil etdiyindən qısa müddətə bütün iştirakçıları çayla təmin etmək mümkün olmur. Mövcud çətinliyi aradan qaldırmaq üçün tələbələr çaydanın içərisindəki spiralları, yəni istilik elementlərinin düzülüşünü dəyişdirməklə suyun daha tez qızdırılmasının mümkün olub-olmadığını müzakirə edirlər. Onlar elektrik cərəyanının keçdiyi müxtəlif naqil birləşmələrini təklif edirlər. Bizə verilir ki, gərginlik sabitdir, hər bir naqilin müqaviməti evdir və tələbələri A, B, C ilə işarəli etməyimizi tələb edir. Çaydanın ilkin variantı göstərilibdir və məsələnin şərtində də qeyd olunur ki, 6 dəqiqəyə qaynayır. Ona görə T qaynama bərabərdir, 6 dəqiqə yazacağıq. Joule qanununa görə çaydandakı suyun qaynaması zamanı sərf olunan istilik miqdarı Q ilə işarə olunacaq. Q'nun düsturları U kvadrat bölünsün R vurulsun T qaynama və Q bərabərdir I kvadrat R vurulsun T qaynamadır. Məsələnin şərtində U-nu sabit verdiyindən biz birinci ifadədən istifadə edəcəyik. Çaydanın spirallarının başlanğıc vəziyyətinə nəzər yetirək. Görürük ki, burada 3 müqavimətli naqil paralel birləşdirilibdir. Onda yaza bilər ki, F ümumi bərabərdir F bölünsün 3. Onda biz bu çaydan üçün istilik miqdarını yazsaq, Q bərabərdir 3 U kvadratı bölünsün F vurulsun T. T ilkin yazaq. Biz çaydanın ümumi tutumunu dəyişmirik. Yalnız daxilindəki suyu qızdırmaq üçün spiralların quruluş formlarını dəyişdiririk. Belə olan halda sadəcə suyun qaynama müddəti dəyişə bilər. Onda suya verilən istilik miqdarının dəyişmədiyindən, yəni onların eyni olduğunu nəzərə alsaq, biz istilik miqdarlarının biz digər quruluşlar üçün istilik miqdarlarını bizə verilən başlanğıc hal ilə bərabərləşdirə bilərik. İndi görək digər tələbələr bizə hansı növ sxemi təklif ediblər. Demək, verilib A sxemi, B və C. İndi A çaydanının istilik elementlərinin nizamına görə onun ümumi müqavimətini tapaq. Demək, F ümumi bərabərdir 1 bölünsün 2F bu hissəydir və onun paralelində bir F müqaviməti var. Plus 1 bölünsün F də bərabərdir 1 bölünsün F. Onda F ümumi hesablayıb tapacağıq ki, 2F bölünsün 3'dür. A çaydanının istilik miqdarı Q bərabərdir 3 U kvadratı bölünsün 2F vurulsun TA. Bu prosesi B çaydanının üçün aparaq. F ümumi B üçündür. Bərabərdir 3F. Onda onun ayrılan istilik miqdarı
QB bərabərdir. U kvadratı bölünsün 3R vur PB. Eyni prosesi S çaydanı üçün aparsaq, R ümumi bərabərdir. R bölünsün 2 plus R bərabərdir 1 bölünsün R. Onda R bölünsün 2 plus R bərabərdir 1 bölünsün R. Və buradan R bölünsün 2 plus 2R bölünsün 2 bərabərdir 1 bölünsün R. R tapırıq ki 2 bölünsün 3R. Aha, bizim R ümumimiz olur. S çaydanı üçün ayrılan istilik miqdarı Q bərabərdir. 2U kvadratı bölünsün 3R vur TS. Əvvəldə qeyd etdiyimiz kimi, çaydanın tutumu dəyişmədiyindən, yalnız spiralların düzülüşü dəyişdiyindən, suyu qızdırmaq üçün ayrılan istilik miqdarı bərabər olacaq. Ona görə bizə verilən başlanğıc halda və verilən digər nümunələr ayrı-ayrılıqda bərabərləşəcək. Yəni, Q bərabərdir QA, Q bərabərdir QB, Q bərabərdir QC. Hesablayaq. Başlanğıc hal 3U kvadratı bölünsün R vurulsun T bərabərdir. A üçün tapışıq 3U kvadratı bölünsün 2R vur TA. Buradan U kvadratı böl R'lər gelir. Qalır 3T bərabərdir 2-də 3 TA. Buradan TA'nı tapsaq, alacaq TA bərabərdir 2T. T'yə də verilmişdi 6. O da bərabərdir 2 vurulsun. 6 bərabərdir 12 saniyə. T buradakı T'dir. Beləliklə, biz A nümunəsinin 12 dəqiqə suyu qaynatdığını tapdıq. B nümunəsinə baxaq. 3T bərabərdir QB U kvadrat bölünsün 3R. Yəni 1 bölünsün 3 vur TB. 1 bölünsün 3 vur TB. Onda 9T bərabərdir TB. TB bərabərdir 9 vur 6. O da bərabərdir 54 saniyə. Yəni B nümunəsi 54 saniyəyə suyu qaynadar. C nümunəsinə baxaq. 3T bərabərdir 2 bölünsün 3 vurulsun TC. 2 böl 3 vur TC. Onda TS bərabərdir 9 bölünsün 2 vur T. T də 6 olduğundan 9 vurulsun 3 bərabərdir 27 dəqiqə edəcək. Onda burada saniyə yox, dəqiqədir. Üçüncü nümunə üçün biz tapdıq ki, su 27 dəqiqəyə qaynayacaq. Üçüncü nümunə üçün suyun qaynama temperaturunu 27 dəqiqə tapdıq. Beləliklə müəyyən etdik ki, suyun ən tez qaynama müddəti 6 dəqiqədir və çaydanın spirallarını dəyişməyə ehtiyac yoxdur.